Fəriz bəy, siyasi gündəm əslində biraz zəngindir. Əvvəl ötən gün axşamdan başlayaraq PKK-nın özünün tərk silah eləmə buraxması ilə bağlı bir məsələ gündəmə gəldi. Prezident İlham Əliyev də dünən Türkiyə xalqını, Türk dünyasını təbrik etdi ki, uzun illərdir, artıq 41 ildir fəaliyyət göstərən PKK terror təşkilatı belə bir qərar verdi. Bu ikinci səsi idi. Bundan qabaq PKK-nın lideri olan, həbsdə olan Öcalanın belə bir bəyanatı var idi ki, çağırış eləmişdi ki, silahı yerə qoysunlar gəlsinlər. Bu proseslə bağlı ümumi fikirlərinizi almaq istəyirəm. Əsas olaraq da bu həmişə terror maneəsi Türkiyənin, Türk dünyasının dünyanın idarə edəcəyi dövlətlər səviyyəsinə qalxmasında bir maneə kimi görülürdü. Bu məsələ artıq həllini tapdımı sizcə? Bu proses necə olacaq ümumiyyətlə? Mən də təşəkkür edirəm əvvəla sizə ki, dəvət eləmişsiniz və Təşəkkür edirəm. bütün Türk dünyasını təbrik edirəm. Bu çox böyük uğurdur. Siz də qeyd elədiyiniz kimi, nəinki Türkiyənin, ümumiyyətlə Türk dünyasının özünün inkişafında ciddi maneələrdən birisidir. Çünki istənilən anda Türkiyədə bu aləti istifadə eləməklə ətrafındakı türk dövlətlərində, Azərbaycana da, Güneydə Azərbaycan türklərində də ki, orada Urmiyədə falan bəzi işlər görürdülər. Bunun qollarla görürlər bu işləri. Mosulda türklərə qarşı gördükləri işlər, Suriyada gördükləri işlər türklərə qarşı hamısı bu PKK-nın əmin olub. Ona görə bu alətin artıq neytrallaşdırılması ciddi uğur sayılmalıdır. Əlbəttə, bu bir bəyanata bağlı məsələ deyil. Uzun illər aparılan siyasətin nəticəsidir. Mən cənab Ərdoğanı təbrik edirəm, onun komandasını təbrik edirəm, ona dəstək verən milliyyətçi kəsimi Dövlət Bahçeli bəy təbrik edirəm. Çox doğru bir yanaşmalar qoyurlar ortaya. Əlbəttə, əgər onlar PKK əzilməsəydi, vurulmasaydı, bu qərara gəlməyəcəkdi. Bu da açıq bir məsələdir. Gücü olsaydı bunu eləməyəcəkdi. Etməyəcəkdi və Abdullah Öcalan aparılan danışıqlarda da o təbii ki, bu mənzərəni bilirdi və verdiyi bəyanat da buna bağlı idi. Həm də Türk dünyasının son zamanlar xüsusən Türkiyənin özünün önəminin artması, Suriyadakı qələbə, Yaxın Şərqi təhsil imkanları, Qafqazlarda təhsil imkanları, Rusiyanın zəifləməsi və deyək ki, Türkiyə möhtac olması, yaranması da bu məsələlər çox ciddi şəkildə təsir edir. Yəni, kompleks halda Türkiyə çox yaxşı komanda bir oyun oynadı və üst-üstə bu məsələlər gətirib çıxardı. Yəni, bu PKK-nın bir gündə yığılıb bir qərar verək. Öcalan çağırdı, biz də qərar verək məsələsi deyil. Onlar heç imkanlar olsaydı, Öcalanı eşitməzlər təbii ki. Amma bundan sonra məsələ bitmiş də sayılmaz. Yəni, burada çox ciddi şəkildə praktik olaraq həyata keçirəcək məsələlər vardır. Cənab Hakan Fidan da buna toxundu ki, biz bundan sonra praktik addımları izləyəcəyik. Yəni, burada nədən söhbət gedir? Silahların təhvil verilməsi bu bir məsələdir. Həm də kimə təhvil verilməsi ikinci məsələdir. Bir çox yerlərdə bunların mərkəzləri, məsələn, Kandildə bazaları var. Livanda akademiyaları var. Hərbi akademiyaları var hətta. Bunların buraxılması, xaricdə müxtəlif ölkələrdə bunların ciddi şəkildə dəstək verən maliyyə qaynaqları olan şirkətlər vardı, qurumlar vardı, bunların məsələsi, ofisləri vardı. Mesela Rusiyada PKK ofisləri Almaniyada vardı, Hollandiyada vardı, başqa ölkələrdə bunların aradan qaldırılması vardı və müxtəlif qollara PEJAK, məsələn, İranda buna necə baxılacaqdır, PD necə olacaqdır, PKK-nın özünün yox, bu qurumların da artıq praktik olaraq hansı addımlar atacağı, yəni silahsızlaşdırılmaqla bağlı atacağı addımlar çox mühümdür. İndiki verdikləri bəyanatlarda, açıqlamalarda bəzi müddəalar var ki, onlardan geri çəkilmələr də vacib şərtdir. Çünki bu siyasət bütövlükdə bütöv Türkiyə, ayrımçılıq olmayan Türkiyə və burada artıq hansısa muxtəlifdən söhbət gedə bilməz. Xüsusi dil məsələsi, məsələn, Türkçə məktəblər olsa falan məsələlər söhbət gedə bilməz. Bura unitar bir dövlətdir və bu məsələlərlə razılaşdırılmalıdır. Xeyli iş var. Amma mən hesab edirəm ki, sadə cəmaət bunu çox yaxşı şəkildə qəbul elədi, Kürtlər özləri də. Çünki bunlar kullanılırlar da. Və ölkənin bütövlükdə iqtisadiyyatına, təkcə iqtisadiyyatına son 84-cü ildən bu tərəfə təxmin hesablamaya görə 3 milyarddan çox, 3 trilyondan çox zərər dəyir. Bu çox böyük rəqəmdir. Hələ burada şəhidlərimiz vardı, nə qədər potensial var idi ki, imkanlar onlar qoyub da istifadə edir. Məsələn, nə? Bax ki, PKK-nın fəaliyyət göstərdiyi ərazilərdə kənd təsərrüfatı inkişaf eləmir. İnsanlar əkməyə, becərməyə qorxublar. Və yaxud da maldarlıq olan ölkədir Türkiyə. Orada maldarlıq inkişaf eləmir.
bu proses başlandan sonra Türkiyə ət və ət məhsullarını kənarlamaq məcburiyyətində qalmışdı. Bu məsələlərdə də təbii ki, dövlətin şərtlərin əsasında artıq dinc vəziyyətdə bu cəmiyyət də bundan artıq yararlanacaqdır. İstehsal, tək istehlakçı deyil, həm də istehsalçıdır bu ərazidə, əyalətdə iş görürlər. Ona görə çox məmnundurlar ki, həm iqtisadi vəziyyətləri yaxşılaşacaqdır, həm də övladları gedib döyüşlərdə əhəmiyyətli yerə həlak olmayacaq. Bütövlükdə proses çox əhəmiyyətli prosesdir və artıq Türkiyəni qarışdırmaq üçün bir maşa düşmən əlindən alındı. Əslində bunu Ruslar yaratmışdılar 84-cü ildə, SSR yaratmışdı. Amma sonra istənilən Türkiyə qarşı qüvvə ötürü ilə götürürdü və bunu Türkiyə qarşı istifadə edirdi. Artıq Türkiyə çox ciddi şəkildə iç əngəllərdən qurtulduğu üçün bölgə və dünya siyasətdən daha ciddi şəkildə məşğul olacaqdır. Bunu görən Amerika kimi böyük dövlət belə, hətta bugün Rusiya-Ukrayna münaqişəsində danışıqlarda Türkiyənin vasitəçiliyi o məsələyə toxunacaq Türkiyə məsələsinə. Yəni bu Türkiyənin vəziyyəti yaxşılaşdığına görədir bu məsələlər ki, istədiyi qarşıdıra bilmirlər, güclənməni qəbullanırlar. Özünün Türkiyəni sıxdılar deyək ki, və yaxşı oldu ki, sıxdılar deyək ki, silah sursatı vermirdilər, özü istehsal etməyə başladı. Embargo qoymağı, nə embargo qoydularsa özü istehsalına başladı və Türkiyə sənayesi, hərbi sənayesi inkişaf elədi. Ordusu yerindədir, ən güclü ordu dünyada, ən güclü ordulardan birisidir. Və indi də artıq iç siyasətində də sabitlik, artıq ciddi şəkildə Türkiyənin dünya gücünə çevrilməsində hər kəs tərəfindən qəbullanacaq bir məsələ. Fərəd bəy, mən düşündürən bir başqa məsələ var. Bu 40 ildən artıqdır ki, bu PKK terroru davam edir və o təfəkkürdə son məlumatlara görə 130 mindən çox PKK-sı var, yəni terrorçu var. Bu insanlar necə sivil cəmiyyətə adaptasiya olacaqlar? Bu proses necə getməlidir? Məsələn, qırmızı bülten deyirlər, yaşıl bültenlə axtarışda olanlar var. Uzun müddət o terror təşkilatını təşkil edənlər, şəhidlər dediniz, neçə şəhidlərin olmasında əli olanlar var. Onlar bağışlanmalıdırmı, bağışlanacaqmı? Cəmiyyət bunu necə qəbul edəcək sizcə? 10 minlərlə şəhidlər təbii ki. Və ağır bir prosesdir. Nə qədər zabitlərimiz qətlə yetirilibdir, dincə insanlar qətlə yetirilibdir, terror nəticəsində uşaqlar, qadınlar qətlə yetirilibdir. Ağır məsələdir. Amma burada indi mən bu sualın cavabını Türkiyə adından deyə bilmərəm. Onların vizyonu nədir, əlbəttə. Amma hesab edirəm ki, bu qatı cinayətkarlar var ki, xüsusi qəddarlıqla bu işlərini görüblər. Onlara yanaşmana bu prosesə cəlb olunanlar və ciddi cinayət törətməyin arasında fərq olmalıdır və olacaqdır yəqin ki, böyük ehtimalla. Adaptasiya məsələsində rahat olmayacaqlar. Tutaq ki, məsələn, həbsdən çıxan adamlara necə reabilitasiya bir dövr yaşatmaq lazım olur. Onun işlərini təmin edirsən, psixoloji əhvalını sahmana salmaq çalışır və s. Onlarla da çox ciddi şəkildə iş aparmaq lazım olacaq. Bəlkə xüsusi reabilitasiya mərkəzləri yaranacaqdır. Məsələn, terrorçuların bir hissəsi ölkəyə qayıdıb. Bu məsələdə var ki, hamısı qayıtmaya bilər. Məsələn, özünün elədiyi cinayətlər vardır. Cəmiyyət tərəfindən cəzalandırılıb düşünə bilər və heç ölkə qayıtmaya bilər. Ən ağır şəkildə bu cinayətlər görünür. Özünə əmin olub ölkə qayıdanlar ki, vardır. Bunların adaptasiya etmək üçün bəlkə xüsusi bir mərkəzlər yaradılacaqdır. Düşərgələr tutaqda bir müddət bunları saxlamaq, bəlkə təhqiqat aparmaqla yanaşı da psixoloji cəhətdən bunları sahmana salmaq, reabilitasiya olunması, onların işlə təmin olunması. Təbii ki, bunların hamısına bir nəzarət olunmalıdır. İndi məsələn bir dustaqlıq növü var, qol geyindirirlər, baxırlar nədir. Nəzarət. Bəlkə bir qismi belə olacaq, amma hər halda rahat olmayacaqdır. Çünki yenə bax siz toxunduğunuz məsələ ən ağır tərəf məsələn budur. Yəni o şəhidlərin yaxınları deyəndə ki, Türkiyədə hər kəs şəhidlərin yaxın sayılarda, yəni cəmiyyət bu adamlara necə baxacaq? Mən hesab edirəm ki, bu döyüşə cəlb olunan pul müqabilində ya qorxulubdular, ya elə aldadıbdılar, gedibdi, qoşulubdu. Mən onların doğru etdiyini düşünmürəm. Yəni onlarla, amma xüsusi bir qətliamlar törətməkdə, xüsusi bir qəddalıq göstərmiş bir qism adamın statusu fərqləndiriləcək böyük ehtimalla. Məsələn, PKK-nın siyasi qolu adlandırılan partiyalar var. Məsələn, Əmək Partiyası var, digərləri var. Buranın bir eş başqan deyirlər orada, Buldan var. Bir açıqlama verir ki, Murad Qara İlan gəlib parlamentə düşəcək, parlamentdə çıxış edəcək. Bu PKK-nın liderlərindən biridir. Özalanda qardaşı kimi, yəni o cür təqdim olunur. Mən dəqiq bilmirəm, amma ümumi olaraq. Yəni bu insanın parlamentə gəlməyi nə qədər düzgündür və yaxud da
Tutaq ki, 40 il terrorçu olmuşam, sonra gəldim, məsələn, tutaq ki, siyasətlə məşğul oldum. Nə dərəcədə doğru qəbul edirsiniz bunu? Mən təbii ki, şəxsi subyektiv fikrim olaraq bütün cinayətkarların cəzalandırılması, bizim şəhidlərin, qanun tökmüş adamların adekvat cavab verməyin tərəfdarıyam. Amma günün trendi nə olacaqdır? Çalışlar nə olacaqdır? Əsas məsələlər olardı, bəli. Ciddi məsələdir və əgər böyük bir problem aradan qaldırılırsa, Türkiyə tərəfdən də, dövlət tərəfdən də müəyyən kompromislər, yumuşalmalar olacaqsa, dövlətçilik baxımından yox, bayaq xüsusi qeyd edirəm ki, bu dövlət unitar dövlətdir. Burada ikinci dövlətin yaranması toxumlara səpmə imkan verməyəcək yəqin ki. Məsələn, orada konkret şəkildə artıq müzakirələr gedir ki, orada Kürt dilində məktəblər məsələsi olmaz, türkçə olmalı məktəblər. Belə yeri gəlmişdən görürsünüz, təpki var Azərbaycanda da məktəblər hamısı Azərbaycan dilində olmalı. Bəli, mən də onun tərəfdarıyam. Rus məktəbləri var, 200-300-dən Rus məktəbi vardır. Dövlət tərəfindən maliyyəçilik olmalı. Azər gün məktəbləri eləsinlər, ya da ki, özəl məktəblər eləsinlər, kimi seçilsin. Əlavə bir dərs kimi keçirsin. Əlavə bir dərs. İngilis dilini necə öyrənirik? Eyni variant. Çünki orada o məktəblər nə hazırlayırlar? Zombilər hazırlayacaqdılar da. Dolayısıyla budur məsələ və orada Türkiyədə məsələn bu cür yanaşmada tamamilə doğru bir yanaşmadır. Amma məsələn Suriyada indi prezident kimdir? Əvvəl qatı terrorçu adlandırılan birisidir. O da deyir, mən Milli Azadlıq Hərəkatından gəlmişəm, doğru. Bu məsələn bu tərəfdə. Bunların Kürt liderlərinin fərqi başqadır. Bunlar ayrımçı deyillər. Bu bütöv Suriya uğrunda və demokrat uğrunda savaşıbdır. Amma onu axtarışa verənlər, status verənlər o məndə yanaşan ki, tutaq ki, dövlətlər artıq ondan danışırlar, protokol qaydasında qəbul edir və s. və ilə. Bəlkə tutaq ki, bu adamlarda böyük amallar nəticəsində kompromis kimi sayılsa da yumuşaq yanaşmalar olacaqdır. Amma mən də hesab edirəm ki, məsələn, bu adamların parlamentə qədər gəlməsi doğru sayılmaz. Yediyəm ki, rəydə bir bizim mövzudan kənardır, amma Vüqar Məmmədli yazıb, sizdən çox xahiş edirəm ki, bizə kömək edəsiniz. Qubanın Çisi kəndinin yolları bərbad haldadır. Təcili tibbi yardım 4-5 saata gəlir. Xahiş edirəm, efirdən deyin, yuxarı qurumlar xəbərdar olsun. Mən səsləndirdim, üzərimə düşəni, bu yuxarı qurumlar xəbərdar olsun. Mən də bu yaxınlarda həmin kəndə getmişdim, əslində həqiqətən çox bərbad olan yolları. Biz qayıdaq mövzumuzda. Deməli, bəhs dediniz Türkiyənin Ukrayna-Rusiya məsələsində danışıqlar mərkəzində olması. Zelenski Putinə bir təklif edib ki, İstanbulda görüşək. Düzdür, Rusiya tərəfi bunu hələ qəbul eləməyib. Bugün də şərtlərini açıqladılar. Əslində çox maraqlı, mən qeyd eləmişim, şərtləri var idi ki, Rusiya Vaşinqtonun İstanbuldakı danışıqları necə davam edəcəyinə dair baxışını əvvəlcə bilməlidir. Yəni Amerika deməli ki, biz bunun üçün təşkil edirik. Trumpın Zelenskiyə öz şər və rəzil şousunu göstərməsinə imkan verməməlidir. Bu Rusiya tərəfindən verdiyidir. Görüşün üçüncü şərti isə Trumpın dialoqu əvvəlcədən razılaşdırılmış hansısa konstruktiv istiqamətdə aparacağını vəd etməsi bilinməlidir. Sizcə bu şərtlərlə görüş baş tuta bilərmi və nə qədər uğurlu ola bilər? İndi siz məsələyə baxın, nə qədər dəyişiklik var. Bu şərtlər hamısı nədir? Xahiş edirlər ki, Zelenski bizi danlamasın. Prinsipdə elə deyirlər. Xahiş edirlər ki, bizi burada çox işləməyin bizdə. Xahiş edirlər ki, siz əvvəldən deyin nələr müzakirə olacaq ki, biz də biraz hazırlaşaq falan. Əvvəl nə deyirlər? Biz Zelenski ümumiyyətlə tanımadıq deyəcək. Ondan danışmayacağıq. Və ümumiyyətlə Ukraynanı danışmırıq. Biz Ukrayna dövlət kimi tanımırıq. Ukrayna Rusiyanın tərkib hissəsidir. Ukraynada demilitarizasiya və denasifikasiya getməlidir. Bu ölkənin filan əraziləri birmənalı bizimkidir. Hələ başqa tuta bilmədiyimiz yerlərdə almalıyıq. Naza qoymuşdur özüm Putin'də, danışmaq da istəmirdi. Amma indi nə deyir? Bizi Zelenskidən xilas edin, masada. Sahədən qaçıb, təbii ki. Onlar danışıqları işəli gedirlər artıq. Əvvəldə Putin bir bəyanat vermişdi ki, sülhün və danışığın alternativi yoxdur, danışmaq lazımdır, sülhə getmək lazımdır. Əvvəl bundan da, bunu da istəmirdi. Bunlar ki, yox, biz qələbə çalacaq falan. Başa düşürlər vəziyyət dəyişibdir. Və Zelenskinin Vaşinqtonda göstərdiyi töv Trumpla söhbətdə bunlara biraz da dərs olur ki, bu adam Vaşinqtonda Trumpla qarşı-qarşı oturanda Ukraynanın şərq əlaqətini yüksək səviyyədə qorudu, təmsil elədi. Bu bizə heç bir şey güzəşt eləməz ki, burada. Nəinki, məsələn, bunlar Amerikanın yeraltı sərvətlərlə bağlı ki, müqavilə bağladılar. Çox, hamı deyirdi, ay satdılar ölkədə falan. Çox prinsipal, çox gözəl bir müqavilə bağlanıbdır. 50% o gəlirlər məsələsi vardır. Burada söhbət
yeraltı və sərvətlər, industrial qaynaqlar falan bunlar hamısı Ukrayna nəzarətində qalacaqdır. Və o vəsaitin də xəstəlməsi Ukraynanın bərpasına zaten bağlı da səsverə hüququ deyildi. Və hətta ərazilərin bir çox da bunlar Ukrayna nəzarətində deyil, Ruslar nəzarətindədir. Ruslar buradan çəkilməlidir ki, bunlar istismar olsun. Bəli. Yəni, heç bir şeydə Ukrayna tərəf güzəşt eləmir. Ərazi bütövlüyündə qətiyyən güzəşdirməz. Bunu Rusiya bilir. İstəyir ki, indi Amerikanlardan kömək istəyir ki, tutaq ki, heç olmasa deyin falan şeylər şərtlər razılaşdırılsın. Oradan bir balaca sifətimizi saxlamış şəkildə çıxaq. Qayıdıb Rusiyada nə deyəcəkdir? Onlar başa düşürlər nə baş verir. Amma mən hesab edirəm ki, təşəbbüs tamamilə Ukrayna tərəfə keçdi. 30 günlük atəşkəs məsələsinə dərhal Zelenskinin hə deməsi hər kəsdə belə təəssürat yaratdı ki, bunlar istəyirlər. Sülh olsun. Rusiya amancıqallıq edir. İndi də görürsən, danışığa gitmək üçün bəhanələr qoyurdu. Amma bu söhbət nədən gedirdi? Əvvəl gedirdi ki, atəşkəs olsun, sonra danışaq. Yaxşı, bunu istəmədim. Amma danışaq məsələsinin özündə onu da belə şərtə bağlayır. Falan şeylərdən sonra danışaq. Göründüyü qədər Amerikanlar da artıq vəziyyəti başa düşüblər. Bir neçə dəfə də işarə elədilər artıq. Məsələn, Putin tələsiniyə əl-ayağa düşdü. Çünki Amerika tərəfdən belə bir bəyanat oldu ki, əgər və o dörtlük də Avropada dedilər ki, əgər bu bir sutka ərzində cavab verməsələr, biz sanksiyaları yenidən edəcək falan. Amerika tərəfdə sərt təpki göstərəcəyini açıq şəkildə bəyan elədi. Mən əvvəl deyirdim, siz sözlə danışmışıq ki, Amerika mövqeyini dəyişməyəcək əvvəlki mövqeyini. İndi ortada bu ara vəziyyətdən olmasa baxmayaraq, bilməyən şəkildə Ukraynaya dəstək verəcək. Çünki Ukrayna haqlı tərəfdir bir. İkinci, Rusiya dünyanı təhdid edir. Buradakı dırnaq arası deyək ki, qələbəsi həm bütün insanlıq üzərində bunun bütün qaydaları pozması deməkdir. Ki, sən gəl bir ərazini tut, sonra mənimdir, tutar, səni tanısınlar, iştahın da artsın. Qoymazdılar bunu təbii ki. Biz deyirlər, yox, Trump belə elədi falan. Trump tamamilə Bidenin o dönəmindəki əhvalı hələ biraz da sərt şəkildə davam etdirməkdə göründüyü qədər qərar aldı. Bunu Putin bilir. Görüntü yaratdı əvvəlində. Təbii, mən o vaxt belə bir söz deyirdim ki, əvvəl deyirdim ki, Trump təxminən şagirdlərə tapşırıq dəftərləri paylayan kimi bütün dövlətlərin tapşırıq dəftərlərini veribdi, yoxlayacaqdı. Hamı da dişinə vururdu. Məsəl üçün, Çinə 145 ya 245 faizli gömrük qoymuşdu, düşdü 30%. Çin də düşdü 10%. Mən dedim, aralarında danışıq var, dedilər ki, yerində danışıq. Təbii danışırlar bunlar. Və hətta Çin gəldi Kremdə bu dəfə tamam fərqli bir mövqe qoydu. Sənə ordu verəm, sənə kömək edəm, əz Ukrayna demədi. Dedi, dərhal sülhə getməyin lazımdır. Bu məsələnin də ciddi tərəfi. Ya İranı sıxdılar oradan, İran tutaq Rusiyanın arxasında dayanırdı. Rusiya başa düşür ki, İran-Amerika danışıqları varsa və İran tərəfdən yumuşalmalar varsa, Amerikanlar da bunda götürəcəklər. Masa üzərində Rusiya taleyi də var. Və kim kimi daha tez satacaq söhbəti var orada artıq. Putin çox çıxılmaz vəziyyətdədir və əgər görüş baş tutacaqsa İstanbulda, bu tamamilə Ukraynanın xeyri olan görüşlər olacaqdır. Hətta bu görüş baş tutmasa belə, Ukrayna bu məsələdə utdu. Yəni, təşəbbüs onda oldu, dünya sülh təqdim edən kimi oldu və torpaqlarımı təkcə hərbi yolla azad eləmək istəyində deyiləm. Diplomatik yolla da olsa, sülh yolundan, savaş olmadan, amma ərazilərim azad olsun deyir. Və o dövlətin ərazisində bu işi görür ki, Türkiyənin necə turan, Ukraynanın ərazi bütövlüyünü tanıyır, Krımı Ukrayna ərazisi tanıyır, Ukraynaya xüsusi əməkdaşlığı vardı, birgə hətta dron istehsalında bir yerdədirlər, başqa dəstəklərini də verməkdə davam edir. Və bizim üçün də əhəmiyyəti, Türk dünyası üçün əhəmiyyəti odur ki, bu mərkəz, əgər Türkiyə olacaqsa danışıq mərkəzi, bu əvvəlki 1-ci il, 2-ci ildə olan ki, məsələ var idi, ona qayıdışdı. Yəni, uzun müddət arasından vaxt keçdi, 3 il, heç kim bu vasitəçilikdə nəticə əldə edə bilmədi. Amma hələ müharibənin qızğın və Rusiyanın ən quduz vaxtında Türkiyə danışıqları girəndə ən azından taxıl koridoru məsələsi həll eləmişdi. Humanitar məsələlər həll eləmişdi, əsirlərin dəyişilməsi, sonra mühasirədə qalan Ukrayna əsgərlərinin çıxarılması məsələsi. Bunlar hamısı Türkiyənin xidmətləri idi. Meyitlərin dəyişdirilməsi məsələ. Yəni, indi artıq Türkiyə qayıdış o deməkdir ki, Türkiyə balanslı. Əslində nəticə olur görüşdə. Bəli, və ilk görüşündəki əldə edibdir, balansda indiyə qədər saxlaya bilibdir. Məsələn, Türkiyə net şəkildə arxasını çevirsə, Rusiyadan çəkilsə,
Rusiya tamam bərbad vəziyyətdə qalacaq. Rusiya bunu başa düşür. Amma tərəf tutmur Türkiyə. Rusiya ilə də başqa dövlətlərlə də münasibət saxlayır. Amma bu sülhün də əldə olunmasına Cənab Erdoğan deyir ki, biz də əlimizdən gələn dəstək verməyə hazırıq. İstəyir ki, burada olsun. İndi Putin çox çıxılmaz vəziyyətdədir. Getsə ora, görürsünüz artıq şərtlər qoyub ki, getsə ora bu uşaq kimi danlayacaqdılar. Zelenski danışmağa hazır deyil. Getməsə artıq dərhal sanksiyalar gələcəkdir. Amerika tərəfindən Ukrayna daha açıq şəkildə dəstək gələcəkdir və Rusiyanın uzun müddətdə meydanda dayanmaq imkanları yoxdur məncə. Daha da zəifləyəcək. Gəlmişdən Britaniyanın bir etirafı var idi ki, 2022-ci ildə Türkiyə sülhə nail olurdu. Biz sadəcə bunu istəmədik, biz buna mane olduq. Görürsünüz ki, bu qədər açıq bir bəyan eləmişdilər. Bəli, açıq tekstdən bəyan eləmişdilər. Gəlmişdən Türkiyənin Milli Müdafiə Naziri Yaşar Gülər Bakıya gəlmişdi, bugün prezidentə qəbul elədi. Onunla da PKK ilə bağlı məsələlərdən danışdı. Eyni zamanda Türkiyənin Milli Təhlükəsizlik Şurasının baş katibi Oqtay Məmişi də bugün gəlib Bakıya. Onu da Prezident İlham Əliyev qəbul edib. Ümumiyyətlə bu görüşləri bir şərh eləmənizi istəyirəm. Niyə belə bir məqamda, yəni bu iki güc strukturunun rəhbərləri Bakıdadır? Arada bir boşluq yarandı. Bu Orta Asiya Respublikalarının Kiprlə bağlatdıqları addımlar dönəmində. Amma mən də onda sizlə burada o məsələ toxunanda demişdim ki, məncə bu məsələni çox üstünə getmək, qarşımaq falan yox. İfşa eləmək yox. Bu yanlışı naxışa çevirmək lazımdır. Və üstünə bir müddət getdi. Cənab Hakan Fidan da belə bir fikir söylədi ki, bu ailə məsələsidir və media çatmaq istəmir. Bəli. Göründüyü qədər müzakirələr getdi. Mən niyə məsələni Asiya məsələsindən başladım? Ondan sonraki türk dövlətlərində xüsusən məhvərində Türkiyə və Azərbaycan olmaqla türk dövlətləri təşkilatı mövzusudur. Əsas aparıcı olan bizik. Göründüyü qədər məsləhətləşmələr olubdur, davam edibdir. Və Pakistan-Hindistan toqquşmasında artıq Azərbaycanın mövqeyi, Türkiyənin mövqeyi Pakistan üçün çox önəmli oldu təbii ki. Orta Asiyadakı türk dövlətlərinin də münasibətləri Pakistan yanında deyək ki, silahla sursatdan olmasalar da siyasi mənəvi cəhətdən Pakistan yanında olmaq var. Onu göstərdi ki, hər cür force major vəziyyətə xüsusiyyət lazımdır. Və o force major vəziyyət Pakistan-Hindistan qəfil ortaya çıxa bilməsələr də o gözlənilmirdi. Şəxsən gözləmirdim. Bir an içində baş verdi. Əslində onun əsl səbəbi biraz gözlənilmədi. Nə demişsə, mən ona məsələyə toxunurdum ki, tutaq ki, bir vaxtları 7 oktyabrda İsraili vurdular Həmas tərəfindən. Ondan bir müddət əvvəl, 2 ay əvvəl bir memorandum imzalanmışdı yolla bağlı. Bu yol Çindən gəlib İsraildən keçmək şərtinin gedən bir yol idi. Onu vurmaqla o projenin ləğvinə də onun haqqında danışıq olmadı. Sonra ikinci bir dənə müqavilə vardı ortada. Çin, Özbəkistan, Türkmənistan, İran, Bəndər Abbas və Avropa yolu. Bəndər Abbasdakı hadisə xatırlayırsınız, partlayışlar oldu. Güya təsadüf. Orada o məsələdə biraz sorun çıxdı və İran haqqında da sanksiyalar var. Bu məsələ isə o vaxt çıxdı ki, ortaya. Deməli, Çinin 55 milyard dollar civarında investisiyası var Pakistan üzərindən yol və o tikintilər məsələsi var. Pakistanın da Hindistanın qarşı-qarşıya gəlməsinin də əsas səbəblərindən biri bu idi. Ki, biraz da qeyri-sabitlik. Yəni, bu gün müharibələr yol üstündədir. Bax, o da çox ciddi. Təkcə o deyil, amma o faktor da var idi. İndi ona görə toxundum ki, çox da force major vəziyyət olması da gözlənildi, amma bu qədər tez və bu qədər aqressiv şəkildə olması gözlənilmirdi. Ona görə də bugün Azərbaycan və Türkiyənin milli təhlükəsizlik konsepsiyasından, müstəvisindən oturub müzakirə aparmasının səbəbi oldu ki, yeni dünya düzəni formalaşıb bitməyib, davam edir. Və burada xüsusi elementlər var ki, gözlənilməzlik elementləri. Biz hər mənada hazır olmalıyıq. Bütün təpkilərə hazır olmalıyıq. Hər şey çıxa bilər ortaya. İndi PKK sindromu aradan qalxandan sonra təbii ki, Türkiyə düşmənləri olan bəzi dövlətlər başqa faktorlardan da istifadə eləmək və böyütməyə çalışacaqlar. Onlar da belə başına buraxmaq fikrində deyirlər. Bizə belə gəlməsin ki, hər kəs istəyir ki, bitdi qutar. Və Türkiyə, Türk dövlətləri də gəlsin, çıxsın önə, biz qalaq ikinci planda belə deyil. Hər bir variantı Azərbaycan və Türkiyə təbii ki, müzakirələr. Bu günlər Türkiyə Müdafiə Nazirinin Azərbaycan prezidentinin qəbul eləməsi təbii ki, media üçün bir şey deyə bilərlər, amma təbii ki, bütün detallar arxa masada
arxa pərdə arxasında danışılıbdır. Bütün o danışıqlar at yapıtıdır təbii ki gedir və mən Bəxtiyar Paşanın, Aziz Müdafiə Nazirinin müşaviri Bəxtiyar Paşa deyirəm. Sağlarını çatdıram sizin vasitəsində ona. Məsələn, bir fikir var, çox hoşuma gəlir. O deyir ki, iki dövlət, bir millət, bir ordu. O bir ordu sözünü də əlavə edir. Yəni artıq bizim ordumuz da artıq vahid orqanizm kimi davam etməlidir. Bu fikir mən siz münasib vaxtında yazdım. 2012-ci ildə bir şeylər deyirdim. Deyirdim ki, bir əsası bircə mühafizə qurbaları yaradılsın Türkiyənin bərabər. O vaxt Türkiyədə yüzlərlə saytlarda bu getdi və təklif edim ki, yaradılan qüvvə indi PKK qarşı da döyüşər, gün gələr Qarabağda döyüşər. Bu gün o ordu yaranır artıq. Yəni bizi sevindirən amillərdən biri budur. Bu mənim arzum deyil, hamımızın arzumudur təbii ki. Bu günləri o force major vəziyyətləri hazırlıq üçün profilaktik olaraqdan görüşmək, müxtəlif variantları hazırlamaq, Ermənistan, Azərbaycan sülh müqaviləsində yerdə qalacaqdır. Türkiyədə yeni bir addımlar başlatmağa, nəcür şərtlər dəyişəcəkdir. Açıq bu yeni dünya düzənində qaydalar da xeyli dərəcədə dəyişəcəkdir. Bu klassik formada olmayacaq böyük ehtimalla. Yəni artıq o qədər elm, texnologiya inkişaf edibdir ki, yanaşmalar, bazar münasibətləri, sənayedəki inqilablar, süni intellektin ortaya gəlməsi ilə yeni münasibətlər sistemləri formalaşa bilər. Yəni, tutaq ki, miqrantlarla ucuz əmək işçi qüvvəsindən bağlı bir yanaşmalar vardır. Tutaq ki, köhnə o SSR-in darmadağın eləməkdə, Rusiya darmadağın eləməkdə bir vaxtlar maraqlı bildilər ki, tezimli buydur. Ki, Rusiyadan kasıb Rus mujikləri Avropaya axışa bilərlər işçi qüvvəsində. Ora axışandan sonra Avropadakı yerli əhali işçi qalar və sosial tələffüzlər başlayır. Bir tezisdir. Sadə tezisdir, amma çox ciddi tezisdir. Bax, indi sabah süni intellektlə bağlı olan yeniliklər də bugün üçün çox irəli çıxdı. Sənaye inqilabları eləyir artıq. 5-ci sənaye inqilabı zaten vardı. Amma intellektlə bağlı bir yeniliklər vardı artıq. Hərbi sahədəki məsələlər. O, Çin öz təyyarələrini yoxladı Pakistanla, Hindistanla savaşlarda. Onun texnologiyası üstün çıxdı. Pakistan təyyarələri onların qalib gəldi. Hətta Amerikanlar belə göstərdi. Ya Hindistan pilotları çox bərbad vəziyyətdədir, ya da Pakistanın havada müdafiə sistemi çox üstün vəziyyətdədir. Əslində ikisi də var idi. İkisi də var idi. Yəni belə vəziyyətdə bugün Azərbaycan, Türkiyə təkcə elə ordumuzu bir yerdə yığaq məsələsi deyil. Bu formada dəyişiklərə də süni intellektin üstün olduğu yeni dünya düzəninə hazırlığımızı necə eləyək? Mən hesab edirəm ki, artıq Azərbaycan və Türkiyə süni intellektlə bağlı yeni modern hərbi sənaye, siyasi silah sənayesinin yaradılmasına bağlı addımlar atacaqdır. Qeyd üçün süni intellektin inkişafı ilə bağlı Prezident İlham Əliyevin bu ötən aylarda sərəncamı var idi ki, bu məsələnin inkişafı, öyrənilməsi və tətbiq olunması ilə bağlı ciddi tapşırıqlar verildi. Artıq praktik addımlar atmaq zamanıdır. Yəni bunun nəzəri tərəfdə müəyyən işləri görürlər. Amma Çin praktik olaraqdan öndədir. Bu işləri artıq həyata keçirməkdə öndədir. Amerikanda da nəzəri hissədə bir balaca belə qalıbdır. Və mən bu yaxınlarda oxudum. Fransa bir neçə 100 milyon vəsait ayırmışdı ki, Amerikadan alimlərini gəlsin Fransaya. 120-yə qədər alimini gəlsin. Onların maaşı 2000 turat gətirmə mərasimi təşkil etmək o qədər vəsait ayırmışlar. Artıq alimləri gətirmək beyin qafa döyüşdə hazırlıq məsələsi bu rəqabət artıq başlayıb gedir. Və Trumpın Maskı iş başa gətirməsi də elə bir məsələlərdən deyil. Və orada da artıq bu işlər, belə işlər yox. O mənada bu günlər indi sizin sual bəlkə çox uzun cavab verdi. Bugün Türkiyə Müdafiə Nazirinin və başqa Təhlükəsizlik Şurasının rəhbəri Oktay bəyin bura gəlməsi və Cənab Prezidentin başqa indi özlərinin paralel strukturlu rəhbərlərlə görüşməsi bu kimi məsələlərə çox bağlı, çox vacibdir və mən hesab edirəm yaxın müddətlərdə mütləq şəkildə Türk dünyası dövlətlərinin, digər dövlətlərinin də Özbəkistan, Qırğızstan, Türkmənistan, Qazaxıstanda rəhbərlərinin oxşar çərçivələrdə söhbətlər getməlidir. Və mən hesab edirəm ki, artıq bir dəfə bunu qaldırmışdım ki, məsələn, 12 milyarda ki, Türk dövlətlərinin bir vəsait ayırmışlar, biraz yanlışa yol vermişlər. O məsələlərdə Orta Asiyadakı uran ehtiyatlarının, lityum ehtiyatlarının, kobalt ehtiyatlarının öz dövlətləri və Türk Dövlət Təşkilatı tərəfindən xammal şəkildə çıxarılması, yarım fabrikanta çevrilməsi və imkan varsa son məhsulat çevrilməsi üstündə işləmək lazımdır.
Bir dəfə danışmışdım. Bilmirəm hansı mediada demişəm, yoxsa başqa yerə. Artıq TDT özünün nüvə enerji məsələsində düşünməlidir. Mən demirəm nüvə bombasını düşünməlidir. Ondan bir strategiyası olmalıdır. Özünün nüvə, işte İran bugün deyir ki, Amerikan danışıqlarda biz nüvə enerjisindən istifadə eləməkdən əl çəkmək istəmirik. Demir atom bombası üzədir. Biz də nüvə enerjisindən istifadə etmək üçün uranın zənginləşdirməsindən bağlı bəlkə indi Akkuyu var. Orada mən iş görüblər. Mən bilmirəm o nə qədər olur. Mən mütəxəssis deyiləm də nə qədər öhdəsindən gələr. Oxşar təsisatlarla artıq bu işlərdə görmək lazımdır. Süni intellekt, 5-ci sənə inqilabı, nüvə enerjisindən də eləmək. Bu üç məsələ TDT-nin bu günləri prioritet məsələsi olur. Ümid edirəm ki, hər şey yaxşı olacaq. Deyə gəlmişəm, bu ayın sonlarında Budapeştdə TDT-nin zirvə görüşü olacaq. Yenidən təşkil görüşü olacaq. Yəni uğurlar olsun. Mən o xəbərə, o 4 ölkənin hətta o qədər üzülmüşdüm ki, başlığı belə vermişdim. Türk ölkələri Türkiyəni satdılar deyə belə bir başlıqla vermişdim. Mən o vaxt da demişdim ki, bu ötəri məsələlər oldu. Simptomatik məsələdir və keçdi məncə, keçdi məsələ. Çox təşəkkür edirəm Fərəz bəy, dəvətimi qəbul etdiniz, vaxt ayırdınız.